Birləşmiş Ştatlar Ukrayna müharibəsinə maliyyə ayırmağı dayandırdı. Vladimir Zelenski isə Vaşinqtona Donald Trumpla bu həftə görüşməkdən imtina etdi. İndi isə sırayla ötən gün Vladimir Zelenski açıqlamışdı ki, Cenevrə danışıqlarından sonra nümayəndələr, Ukrayna və Birləşmiş Ştatlar nümayəndələri danışandan sonra Ukrayna nümayəndə heyəti geri qayıdacaq və ona məruzə eləyəcəklər danışıqların nəticələri barədə və məhz bu prosesdən sonra Ukraynanın növbəti addımları müzakirə ediləcək Ukrayna daxilində, Kiyev daxilində. Və bir neçə saat bundan öncə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko öz Telegram səhifəsində bildirdi ki, Vladimir Zelenski bu həftə Donald Trumpla görüşməkdən imtina edib, Vaşinqtona getməkdən imtina edib və ekspertlər, analitiklər bildirirdilər ki, əgər Cenevrə görüşü müsbət ab-havada keçəcəyi təqdirdə və müsbət nəticələnəcəyi təqdirdə bu görüş baş tutacaq Vaşinqtonda. Amma Vladimir Zelenski hesab eləyir ki, yəni mən burada Ali Radanın deputatını istinadən bildirirəm ki, Vladimir Zelenski hesab edir ki, danışıqlar hələ də getməlidir və məhz danışıqlar müəyyən nəticəyə çatdıqdan sonra o Donald Trumpla Vaşinqtonda görüşəcək və indiki məqamda bu görüşün gələn həftə keçirilməsi planlaşdırılır. Əgər bu həftə ərzində, bir həftə ərzində mümkün nəticə əldə olunarsa tərəflər arasında keçirilən danışıqlarda. Görünür, çox gərgin keçib Cenevrədə görüş. Bəli, mən o gərginliyə gələcəm. Xüsusi bir məqam var, onu göstərən. Amma ondan əvvəl bildirmək istəyirəm ki, Ağ Evin mətbuat katibi Caroline Leavitt də təsdiqləyib ki, bu həftə ərzində Vladimir Zelenski və Donald Trump arasında hər hansı görüşün keçirilməsi planlaşdırılmır. Digər tərəfdən elə Caroline Leavitt Fox News-a müsahibə verib və bu müsahibə əsnasında bildirib ki, Birləşmiş Ştatlar Ukrayna müharibəsi, yəni Ukraynaya maliyyə ayırmağı dayandırır bu həftədən etibarən. Baxmayaraq ki, NATO-ya silah satışını davam elətdirəcək. Bilirsiniz ki, NATO ölkələri öz maliyyə vəsaitləri hesabına Birləşmiş Ştatlardan müəyyən silahlar alır və onu Ukraynaya ötürür. Amma digər tərəfdən Ağ Ev bildirir ki, silahların satışı öz qaydasında davam eləyəcək, amma maliyyə yardımı artıq Ukraynaya dayandırılacaq. Çünki Caroline Leavittin bildirdiyinə görə Birləşmiş Ştatlar bunu daimi olaraq eləyə bilməz və bunun nə vaxtsa sonu gəlməlidir və Birləşmiş Ştatlar prezidenti Donald Trump hesab edir ki, artıq bu müharibəyə son qoymağın vaxtıdır və bu səbəbdən ilkin addım olaraq maliyyə vəsaitini dayandırmaq qərarı alıb. Elə gərginlikdən danışmışkən, bütün bu proseslər həm də gərginliyin nəticəsidir. Baxmayaraq ki, Ukrayna Xarici İşlər Nazirinin müavini açıqlamasında bildirib ki, Cenevrədə keçirilən danışıqlar zamanı bilirsiniz ki, əvvəl 28 bənddən ibarət sülh planı yayılmışdı Qərb mediasında, istər Axios portalında, istər Financial Times-da. Amma Kislitsanın bildirdiyinə görə, Ukrayna Xarici İşlər Nazirinin Financial Times-a müsahibəsinə bildirdiyinə görə Cenevrə danışıqlarından sonra ümumilikdə 28 bənddən 19 bəndə endirməyə bacarıblar. Burada müxtəlif mövzulardan gedir söhbət. Xüsusilə Rusiya və ABŞ arasındakı münasibətlərə dair məqamlar da yer alıb bu bənddə. Amma digər tərəfdən kifayət qədər gərgin keçdiyi şübhəsizdir Cenevrə görüşünün. Bununla bağlı Almaniya kansleri Friedrich Merz də açıqlama vermişdi mətbuata və bildirmişdi ki, baxmayaraq ki, görüşdən sonra kifayət qədər müsbət mesajlar verilmişdi. İstər Ukrayna tərəfdən, istər Birləşmiş Ştatlar nümayəndəsi Marco Rubio tərəfdən. Amma kifayət qədər gərgin keçib görüş. Bunu biz həm də hardan bilirik? Görüşdən sonra Qərb mediası, Ukrayna mediası bir şəkil paylaşdı görüş salonundan və orada bildirdilər ki, görüş o dərəcədə gərgin keçib ki, Ukrayna nümayəndə heyətlərindən biri protokol üzrə işlədikləri qələmdən birini sındırıb və qeyri-rəsmi mənbələrə görə bunu edən deməli Ukrayna nümayəndəsi Rustam Umerovdur. Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustam Umerovdur. Əməlli qıcıqlanıb hirsini qələmdən. Bəli, və bildirilir ki, sırf 28 bəndlik sülh planının, bəli, həmin bu qələmdir və sülh planının ayrı-ayrı bəndlərini müzakirə edən zaman vəziyyət o qədər gərginləşib ki, artıq Rustam Umerov bəlkə də təzyiqə dözməyərək və yaxud da digər səbəblərdən qələmi qırıb. Təbii ki, bu Qərb mediasının iddialarıdır. Davam edirik. Hazırda bilirsiniz ki, iki sülh planı var açıqlanan. Biri Birləşmiş Ştatlar tərəfindən irəli sürülən, digəri isə Avropa tərəfindən. Biz neçə gündür bu barədə danışırıq. Amma nəzərə alsaq ki, Avropalı tərəfdaşlar Ukraynaya daha yaxındır. Elə Kiyevdə də hesab eləyirlər ki, indiki məqamda
əldə olan iki sülh planını müqayisə eləyəndə Kiyevdə hesab eləyirlər ki, onlara Avropa sülh planı daha yaxındır. Biz bu barədə Ukraynalı ekspertlərlə, politoloqlarla həmsöhbət olmuşuq. Elə istəyirsinizsə onlardan biri politoloq Aleksey Buryachenko bizə açıqlama verib, elə onun fikirlərini dinləyək. Является ли оно идеальным отображением интересов Украины? Нет. Bu plan Ukraynanın maraqlarını ideal şəkildə əks etdirirmi? Xeyr. Amma bir daha vurğulamaq istəyirəm ki, artıq mövcud olan Avropa planı daha balanslıdır və təkcə Ukraynanın yox, bütövlükdə BMT nizamnaməsinin prinsiplərinə və bu müharibənin ədalətli şəkildə başa çatdırılması məqsədinə daha çox uyğun gəlir. Aleksey Buryachenko burada Avropa planından danışırdı və hesab eləyir ki, az öncə də qeyd etdiyim kimi Avropa planı Ukrayna üçün daha məqbuldur. Amma digər tərəfdən Kremlin açıqlaması var. Kremldə hesab eləyirlər ki, Avropa planı ümumiyyətlə ağla sığmazdır. Onlara Amerika planı daha çox sərf eləyir. Amerika planını indi biz azdan çoxdan bəndlərlə tanış olduq, hər iki plan. Amerika planını hər halda Rusiya hökuməti yazsaydı, hər halda düşünərdi ki, bəlkə bu qədər də çox şey eləməyək, bəzi bəndlərdə də biraz çoxsa neytral qalaq. Yəni birbaşa elə bil Rusiyanın sırf maraqlarını düşünüb Amerika planı. İndi mənim şəxsi fikrimdir, şəxsi qənaətimdir. Və Cenevrə danışıqlarından sonra da Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Ushakov da yeni plana münasibət bildirib və bildirib ki, bu planda Rusiya üçün məqbuldur. Məhz danışıqlardan sonra bu nəticəyə gəlib Yuri Ushakov və bildirib ki, artıq növbəti mərhələdə Vaşinqton Moskva ilə üzbəüz görüşə və bu planı müzakirə etməyə hazırdır. Biz elə Rusiyalı ekspertlərlə də həmsöhbət olmuşuq bu barədə və Rusiyalı ekspertlər, politoloqlar hesab eləyirlər ki, ümumiyyətlə danışıqlara dair hər hansı plan olacaqsa, burada sözsüz ki, Rusiyanın mövqeyi də həlledicidir və hətta hesab eləyirlər ki, Avropadansa Rusiyanın mövqeyi burada prioritet hesab olunacaq. Çünki döyüşən tərəflərdən biri məhz Rusiyadır. Elə bu barədə istərdim biz indi təqdim eləyək Rusiyalı politoloq Vitaliy Arkovun müsahibəsini. Düşünürəm ki, son söz yenə də Amerika Birləşmiş Ştatlarına və Trumpa məxsus olacaq. Siz Birləşmiş Ştatlar planı və Avropa planından danışdınız. Amma burada Rusiyanın maraqları da var. Dediyim kimi, hazırki mərhələdə Rusiya bu müharibənin qalib tərəfidir. Ukrayna uduzan tərəfdir. Avropalılar da uduzan tərəfdir. Bunu açıq şəkildə ayırt etmək lazımdır. Və uduzan tərəflərin qaliblərə Rusiya və Amerika Birləşmiş Ştatlarına şərt diktə etməsi ağlasığmazdır. Bu mümkün deyil. Digər tərəfdən Cenevrədə keçirilən danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında danışıqlar keçirilib və iki lider Birləşmiş Ştatların təqdim elədiyi sülh planını müzakirə eləyiblər. Biz deyirik, Avropa planı var, Amerika planı var, amma digər tərəfdən Rəcəb Tayyip Ərdoğan da bütün bu proseslərin içindədir. Türkiyə bilirsiniz, müharibənin başlamasından bəri bu prosesə qoşulub və sülhün məhz diplomatiya yolu ilə əldə edilməsinə çalışır və bu istiqamətdə Rusiya prezidenti Vladimir Putin hazırki gedişatla bağlı Türkiyəli həmkarına kifayət qədər məlumat verib və onu məlumatlandırıb. Öz növbəsində Türkiyə prezidenti Ərdoğan danışıqlar prosesinə hər cür dəstək verməyə hazır olduğunu bildirib və qeyd edib ki, tərəflər Ukrayna məsələsi üzrə təmasları davam etdirməlidir. Bundan sonraki proses zamanı da və eyni zamanda prezidentlər müntəzəm əlaqələri davam etdirməyə barədə də razılığa gəliblər. Digər tərəfdən Birləşmiş Ştatlarda, Avropanın bəzi, daha doğrusu Birləşmiş Ştatlarda hesab eləyirlər ki, Ukrayna müharibəsi yaxın vaxtda bitə bilər. Məhz bu prosesin nəticəsi olaraq Birləşmiş Ştatların təqdim elədiyi sülh planına əsasən, amma Avropada heç də belə düşünmürlər. Xüsusilə Almaniya kansleri Friedrich Merz hesab eləyir ki, Ukraynada müharibə tezliklə başa çatmayacaq. Friedrich Merz ümumiyyətlə Birləşmiş Ştatların təqdim elədiyi plana qarşı çıxır və xüsusilə orada Rusiya aktivləri məsələsi var. Birləşmiş Ştatlar planında Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya verilməsi, bir hissəsinin isə
Birləşmiş Ştatlar və Rusiya arasında yaradacaq fonda yatırılmasını nəzərdə tutur. Friedrich Merz hesab eləyir ki, aktivlər əgər kiməsə xərclənəcəksə, bu Ukrayna olacaq. Ümumilikdə isə bu aktivlər hazırda Avropadadır və onun xərclənməsi ilə bağlı qərarları yalnız Avropa ölkələri verə bilər. Məndən isə bu buraxılışlıq hələlik bu qədər dostlar. Bizim növbəti efirimizdə təxminən 40-45 dəqiqə sonra bizim ikinci efirimiz olacaq və orada daha dolğun və daha ətraflı məlumatları çatdıracaq tamaşaçılarımıza. Hörmətli tamaşaçılar, siz isə dünyada və regionda baş verən siyasi prosesləri izləmək üçün xəbərin zamanını izləməyə davam edin. Salamat qalın.